Hansı ginekoloji problemlər zamanı tibbi müdaxilə mütləqdir? Qadınlar əsasən nədən şikayət edirlər? Vaxtında yardım edilmədikdə nə kimi fəsadlar ola bilər? Maliqnansi hastalarında ən yaxşısı planlı şəkildə əməliyyat etməkdir. Dermoid kistası ovaryan torozyona səbəb olmuşsa, bu kimi durumlarda təcili əməliyyat edə bilərik. Ege Hospitalın cərrah mama ginekoloqu uzman doktor Gülmirə Əliyeva danışacaq. Hər vaxtınız xeyir olsun əziz Ayırba TV izləyiciləri. Mən doktor Dilbər Rahim. Səhhətimizin bugünkü buraxılışından hər birinizi xoş gördük. Verilişimizə Ege Hospitalın Reproduktiv Təbabət Mərkəzinin baş sponsorluğuna baxırsınız. Bugünkü qonağımız Ege Hospitalın uzman mama ginekoloqu Gülmirə Əliyevadır. Əziz tamaşaçılar, ekrana yaxın əyləşin, çünki çox maraqlı bir mövzudan danışacağıq. Eyni zamanda aktual mövzudur mövzumuz. Mövzumuz təcili yardım tələb edən, təcili müdaxilə tələb edən ginekoloji vəziyyətlərdir və doktorumuzla birgə mənə elə gəlir suallarımızı cavablandıracağıq. İlk öncə istərdim, Gülmirə xanım, ümumi bu hansı hallardır təcili yardım tələb edən ginekoloji hallar, onlardan danışaq. Ümumiyyətlə, doğum və ginekologiya sahəsi çox genişdir, xəstəliklər də çox sayılıdır. Biz bugün ginekologiyadakı təcili yardımlardan danışacağıq. Bunlar hansılardır? Ən başda gələn ektopik hamiləliklər, yəni boru hamiləlikləridir. İkinci olaraq sıxlıqla qarşılaşdığımız iç qanama keçirən hemorajik kistalar, iri ölçülü kistalar və bu kistaların yırtılması. Sonraki sırada gələn tubovaryan apse, borunun və yumurtalığın birlikdə çirkli irinli infeksiyası, ağırlaşmış bir infeksiya. Bundan başqa uşaqlığın disfunksional şiddətli qanaxmaları və ya miomaya, polipə bağlı qanaxmaları. Sonraki sırada vulvovaginal qanaxmalar və travmalara bağlı qanaxmalar və ən son isə infertilitədə, yəni sonsuzluq müalicəsində aldığımız ağırlaşmalardan birisi OHSS, yəni ovaryan hiperstimülyasiya sindromu. Aydındır doktor. Ümumiyyətlə xəstələr sizə hansı şikayətlərlə gəlirlər? Diaqnozdan əvvəl mənə elə gəlir şikayətləri danışmaq lazımdır ki, pasiyentlər də bizi dinləyənlər də bilsinlər ki, özlərində hansı şikayətləri biləndə təcili yardıma müraciət etməlidirlər. Adətən bu təcili yardımların çoxunda ümumi şikayətlər nə olacaq? Kəskin qarın sindromu dediyimiz taxta qarın sindromu, yəni kəskin şiddətli ağrılar, bıçaqlı saplanır kimi ani bir ağrı, keçməyən ağrılar, iç qanamanın bulğularından olan taşikardiya, nəbzin artışı, tənəffüsün sayısının artması, təzyiqin düşməsi və bayılma hissi, soyuq tərləmə, bəli, bunlar ortaya çıxır. Bunlardan başqa digər infeksiya mənşəli olan təcili yardımlarda qızdırma ortaya çıxa bilər, pəlvik müayinədə həssasiyyət ortaya çıxmış ola bilər. Ümumi baxdığımızda qusma, ağrı, ateş və qanaxmanın bulğuları, hemorajik şok bulğuları. Aydındır doktor. İstərdim ilk öncə az öncə sadaladığımız kimi burulmadan, yəni torsiyondan danışaq, yumurtalıqların torsiyonundan ki, bu hansı simptomatika ilə qarşımıza çıxır təcili yardım durumunda və buna müdaxilə nədən ibarət olur? Tubanın, yəni borunun o yumurta ilə birlikdə öz ətrafında dönməsi. Bunun adı ovaryan torziyondur. Bu çox acil bir durumdur. Çünki vaxtında müdaxilə etməzsək, yumurtanın qanlanmasını pozur. Yəni o burulma nəticəsində qanlanma pozulur. Bəli. Əgər vaxtında təcili müdaxilə edilməzsə, yumurtanı itirmiş oluruq. Yəni nekroza gedir və itirmiş oluruq. Peki simptomlar nə olacaq? Bu xəstələrdə şiddətli qarın ağrısı, qusma, bulantı, qusma, ateşdə ola bilər və keçməyən ağrı. Bu şəkildə gəldi, xəstəni dəyərləndirmək lazım. Torziyonda diaqnoz qoymaq biraz çətin olur, təcrübə lazım. Eyni zamanda ultrasəs müayinəsindən də istifadə edirik. Qarın müayinəsində, palpasiyada ağrılar var, dayanılmaz ağrı, bulantı, qusma var, bir bağırsaq
və yaxud da ki, sidik yolu infeksiyasını təqlid edəcək bir ağrılardır. Qarışdırıla biləcək qarışdırılacaq bir şeydir. Və yumurta biz adətən bekar xəstələrimizdə də qarşımıza çıxır bu, gənc yaşda da qarşımıza çıxır. Əgər bekarsa transabdominal ultrasəs müayinəsi, evli isə transvaginal ultrasəs müayinəsi ilə adnexləri dəyərləndiririk. Burada nə kimi bulğular görünə bilər? Yumurtanın həcminin artması, ödəmləşməsi, Dopplerdə qanlanmasının pozulması və bəzən də borunun içərisində mayının ödəmə bağlı şişməsi hidrosalpinx görüntüsü verə bilir. Aydındır doktor. Burulmadan danışandan sonra bir də kistalardan danışmaq istəyərdik əslində qalsa. Çünki kistalar tez-tez qarışdırılan bir durumdur. Düzdür, ağrı verənləri var aralarında, amma bəzən yanlışlıqla kista deyib başqa müdaxilələr də edən həkimlərimiz də var. Ona görə bir aydınlıq gətirmək istərdim bu vəziyyətə. Əslində bu iki proses bəzən bir-biri ilə əlaqəli ola bilər. Çünki ovar torziyonu nə zaman qarşımıza çıxır? Yumurtanın həcmini artıra biləcək hər hansı bir kistada, bu korpus luteum kisti də ola bilər və ya hamilələrdə məsələn ən sıx qarşımıza gələn dermoid kistalardır. İri ölçülü kistalar yumurtanın bağını uzatdığı üçün, liqamenti uzatdığı üçün öz ətrafında dönmə riskini artırır. Beləliklə biz bu əməliyyatlarda nə edirik? Təcili müdaxilə həm diaqnostik laparoskopiya ilə diaqnozunu qoymuş oluruq. Eyni zamanda dönmüş yumurtanın, yəni öz ətrafında burulmuş yumurtanı və borunu geriyə çeviririk, qanlanmasını bərpa edirik. Bununla yanaşı kist də varsa, o kisti də çıxarıb sonra liqamentin qısaldılması və fiksasiya, yəni liqamenti o bağını qısaltmaq əməliyyatını edirik ki, gələcəkdə təkrarlamasın. Sizin verdiyiniz sualda isə hansı kistalar əməliyyatlıqdır, hansı kistalara toxunmağa ehtiyac yoxdur, konservativ yönetim edə bilərik. Əgər kistanın ölçüsü iri ölçülü kistadırsa, hızlı bir şəkildə böyümüş kistadırsa və iç qanama rüptür olmuşsa, kapsulası yırtılmış və iç qanama durumu varsa və bunu da biraz öncə dediyim kimi ultrasəs müayinəsində də görə bilərik. Klinik olaraq da xəstəni dəyərləndirmək lazım. Xəstənin iç qanama bulğuları varsa, hipotansiyon, təzyiqin düşməsi, takikardiya, rəngin avazıması, soyuq tərlənmə kimi şok bulğuları varsa, o zaman təcili əməliyyata alacağıq. Bu sadə kistalar da, yəni basit folikulyar kistalar da iç qanama verib, rüptür olub iç qanama verə bilir. Verə bilər. Bəli. Ancaq ölçüsü böyüməyən, özünü məhdudlaşdıran hemorajik kistalar, sadə kistlər və klinik olaraq xəstənin stabilitetəsini bozmayıbsa, vitallarını bozmayıbsa, o zaman konservativ olaraq xəstəni 1-2 gün yatırıb, təqib edib əməliyyata salmaya bilərik. Aydındır doktor. Bir də burada nə kimi kistalar ola bilər? Məsələn, kistaların sayı çoxdur. Endometrioma dediyimiz şokolad kistası var, dermoid kistlər var və yaxud da ki, ovarian malignansi ortaya olmuş ola bilər. Bu durumda hər zaman təcili əməliyyat etmirik. Planlı şəkildə əməliyyat daha məsləhətlidir və onların da yönetimi fərqlidir. Onlar təcili durum yaratmışsa, əgər bir şokolad kistası apsiləşmiş və ya rüptür olmuşsa, iç qanama varsa və ya malignansi hastalarında ən yaxşısı planlı şəkildə əməliyyat etməkdir. Dermoid kistası biraz öncə dediyimiz ovarian torziyona səbəb olmuşsa, bu kimi durumlarda təcili əməliyyat edə bilərik. Aydındır doktor, təşəkkürlər. İndi isə keçmək istərdim, az öncə də özünüzün vurğuladığınız kimi infeksiyon təcili durum yaradacaq həmin o xəstəliklərə ki, bunlara nələr aiddir? Apselərdən danışdınız, səhv eləmirəmsə və bunlara yanaşma necə olmalıdır? Apselər təcili durumdur. Vücudun hər hansı bir yerində olursa olsun, mütləq apse varsa, içərisi boşaldılmalıdır. Peki bizdə ginekolojik sahədə nələr apselərə səbəb olur? Seksual və cinsel yolla bulaşan infeksiyalardan xlamidiyadır, gonoreyadır, ən sıx qarşılaşdığımız trichomonasdır. Bu mənşəli infeksiyalarda borular və yumurtalar iltihaplaşır və içərisi çik yolu kistalara dönüşür. Buna biz tibbdə tubo-ovarian apse deyirik. Tubo-ovarian apse oluşmuşsa, bu gerçəkdən ginekolojik bir acildir. Çünki vaxtında müdaxilə edilməzsə, sonra septik prosesə səbəb ola bilər, sepsə səbəb ola bilər. Peki ilk küçük apselərdə və yaxud da ki
subfebril ateşi var, ciddi klinikası pozulmayıbsa, tədavidən yanıt görə biləcəyimiz xəstələrdə vena daxili geniş spektrumlu antibiotiklər başlanıb təqib edilə bilər. Əgər ilk 72 saatda biz cavab ala bilmiriksə bu antibiotik müalicəsindən, o zaman cərrahi işləmlə ya laparoskopi və ya açıq şəkildə tubovaryan abses boşaldılması lazım. Əgər fertilitəsini tamamlayıbsa, yəni yetərincə uşağı varsa, hətta tuboları və ovariya yumurtasını çıxarmaq daha məsləhətlidir. Və adətən də gənc xəstələrimizdə bu qarşımıza çıxır. Bəzən isə cərrahi işləm etmədən ultrasəs eşliyində invaziv radiologiyada uygulanacaq şəkildə iynə ilə onun içərisini kateter vasitəsilə boşaldırıq. Absesin içərisini boşaldıb tədavi edirik. Aydındır doktor. Travmalar, yəni bildiyimiz kimi təcili yardım gərəkdirən, ehtiyac duyulan şeylərdən biri əlbəttə ki, travmalardır. Əsasda vulvovaginal travmalar. Buna mən hətta aid eləyərdim ki, cinsi zorakılıq sonrası olan qanaxmalar və s. Bunlara nə kimi nümunələr gətirə bilərik və əlavə olaraq da bunlarda həm psixoloji, həm də bildiyim qədərilə ginekoloji bir yanaşma lazımdır. Bunları siz tərəfdən açıqlamağınızı istərdim, doktor. Bu travmalar təbii ki, az yaşlı uşaqlardan tutmuş yaşlılara qədər fərqli yaşlarda qarşımıza çıxır, fərqli səbəblərdən ola bilər. Ən sıx qarşılaşdığımız travmalar künt travmalar və ya kəskin alətlər, bir məişət əşyaları vasitəsilə ortaya çıxan travmalardır. Az yaşlı uşaqlarda çox sıx qarşımıza çıxır ya da bir bisiklet yaralanması kimi künt travmalar ortaya çıxa bilər. Bəzən isə az yaşlı uşaqlarda cinsel istismar olarsa, bu da şiddətli qanaxmalara səbəb ola bilir. Bəzən isə qadınlar məsələn ilk cinsel ilişkilə toy gecəsindəki himən qanaması da bəzən çox ciddi qanaxmalara səbəb ola bilir. Və sərt bir cinsel münasibət də vaginal qanaxmalara səbəb ola bilər. Hər türlü bu qanaxmalarda ilk dəyərləndirmə olaraq, əgər az yaşlıdırsa yenə psixiatri konsultasiyonu eşliyində dəyərləndirmək lazım və burada hematom varmı, böyüklüyünə baxmaq lazım, kəskin qanama varmı, bu qanamanı durdurmaq üçün müdaxiləyə gərək varmı, onlara baxmaq lazım. Adətən kəskin qanamalar varsa, tikişlə müdaxilə ilə onu durdururuq. Bir də uşaqlıq qanaxmaları. Uşaqlıq qanaxmaları həm hamiləlik dönəmində, həm də hamiləlikdən əvvəl digər qadınlarımızda və s. baş verən bir təcili yardım gərəkdirən durumdur. Bunları məncə ayırd eləyib də onlara yanaşmanı desək daha düzgün olar, doktorum. Əslində bir ginekoloji qanama olduğunda, yəni reproduktiv çağda, ürəmə çağında olan bir qadın gəldiyində qanaxma varsa, ilk olaraq hamiləlik testini yoxlamaq lazım. Yəni hamiləliyi iqrar etmək lazım, ayrım etmək lazım. Çünki hamilə isə hamilənin qanamaları arasında da bir neçə səbəb var. Biraz sonra ondan danışarıq. Tubal hamiləliklər, boru hamiləlikləri. Bir də hamilə olmayan qadınlar, hansı qadınlarda qanaxma və nə üçün olur? Bu uşaqlığın polipləri, submukoz miyomaları, disfunksional qanamalar, yəni heç bir səbəbə bağlı olmadan hormonal düzənsizliyə bağlı qanaxmalar, degenerativ miyomalarda qanaxmalar ola bilər. Vaginaya düşmüş miyomalarda, saplı miyomalarda qanaxma ola bilər və burada biz təcili olaraq xəstənin qanaması üçün, əgər disfunksional qanamadırsa, medikal tədavi edirik, yəni dərman müalicəsi edirik. Əgər submukoz miyom və ya polip qanamasıdırsa, endometrial hiperplaziya qanamasıdırsa, ilk olaraq həm diaqnoz qoymaq üçün, həm də cərrahi uygulama üçün histeroskopiya, endometrial biopsiya, açıq və qapalı əməliyyatlardan istifadə edirik. Bir də az öncə də vurguladığımız kimi uşaqlıqdan kənar hamiləliklər, hansı ki, boru hamiləliyi və s. bunları vurğulamalıyıq ki, biz bunlar da qanaxma ilə nəticələnə bilir və bu durumda biz nə ilə qarşılaşırıq, doktor? Əslində bu bütün saydıqlarımız ginekoloji acillərin ən başda gələni və ən sıx qarşılaşdığımız boru hamiləliyidir. Boru hamiləliyi deyirik, amma ektopik hamiləliyin bir növü boru hamiləliyidir. Ektopik hamiləlik nə deməkdir? Kəsənin hamiləliyin uşaqlığın içərisində deyil, uşaqlıqdan kənar hər hansı bir yerdə yerləşmədir və bizdə qarşılaşdığımız ən sıx 95-97% boru hamiləliyi, boruda yerləşdiyi üçün boru hamiləliyi deyirik və bu nə zaman təcili hal olur? Xəstə nə kimi şikayətlərlə gəlir? Aybaşı gecikməsi, ağrı, qanaxma və XG-nin müsbət olması. Hamiləlik var,
müəyyən qədər yüksəliş var. BTHCG dəyərinin, yəni hamiləlik testinin 1500-2000-ə qədər yüksək olub da uşaqlıq içərisində hamileliyin görünməməsi Kisə yoxdur uşaqlıq daxilində, amma BTHCG diaqnozu qoydurur. Yəni uşaqlıq daxilində hamiləlik kisəsi yoxdur, XG dəyəri yüksəlib və biz adətən transvaginal yöntəmlə baxdığımızda adnexdə bir yer kaplayan lezyon görürük. Adətən də boruda görürük. Çox nadirən yumurtalıqlarda və ya servisdə uşaqlıq boynunda da yerləşmə ehtimalı var. Və bəzən bu durum xəstənin iç qanamasına səbəb ola biləcək. Biraz öncə bəhs etdiyim o lezyonun yırtılması, böyüməsinə bağlı yırtılması, iç qanamaya səbəb olması, xəstənin durumunun pozulması, stabilitesinin pozulmasına səbəb ola bilər. Belə durumda biz təcili olaraq ilk tərcihimiz laparoskopik əməliyyatdır. Laparoskopiklə, yəni kamera dəliklər vasitəsilə qapalı şəkildə qanamanı durdururuq və o boru çox ciddi zədə almışsa, yırtılmışsa və xəstə əgər çocuk doğurma potensialını tamamlamışsa, borunu çıxarmağı daha məsləhət görürük sapienjektomiya. Əgər uşaq doğurma varsa, istəyi varsa və yaxud da fertilitesini tamamlamamışsa, bu zaman sapingostomi dediyimiz kəsib sadəcə o ürünü çıxardırıq, qanamanı stabilləşdiririk. Bunu əgər bir xəstəxanada laparoskopi şəraiti yoxdursa, avadanlıqları yoxdursa, o zaman başqa bir yolla, yəni laparotomik açıq yöntəmlə xəstənin həyatını qurtarmaq lazım. Çünki bu bəzən boru hamiləliyində çox ciddi iç qanama verib xəstənin həyatını təhlükəyə ata bilir. Doktor, vurulmadıq əslinə qalsa bir çoxunu, hansı ki təcili yardım müdaxiləsi gərəkdirən, belə deyək, ginekoloji durumları, amma ki sonsuzluq müalicəsi zamanı da bildiyim qədərilə müəyyən qədər təcili yardım tələb edən, müdaxilə gərəkdirən durumlar olur. Bir də bunlara misal çəksək, məncə çox yaxşı olar. Bizim əslində ginekolojik acillər çox genişdir. Biz bir neçəsinə toxunduq, amma sonsuzluqda belə sıx qarşılaşdığımız durumlar yoxdur. Bunlardan sadəcə ovarian hiperstimulyasiya sindrom dediyimiz OHSS durumudur. Bunları biz kimdə görə bilərik? In vitro fertilizasyon dediyimiz müalicəmizdə yüksək doz hormonlar istifadə olunduğu üçün bəzən yumurtalar həddindən artıq cavab verib OHSS yarada bilir. Bu durumda ya yumurtaların həddindən artıq cavab verməsi, bu ən sıx polikistoz xəstələrimizdə qarşımıza çıxır və ya tədavinin düzgün yönətilməməsi də səbəb ola bilir və ya xəstəyə stimulyasiya müalicəsi vermişik, dərman müalicəsi dediyimiz. Xəstə dərmanı içib, amma vaxtında müraciət etmədiyi üçün də OHSS-yə dönmə ehtimalı var. OHSS ortaya çıxdığında nə kimi şikayətlər olur? Xəstənin nəfəs alamaması, çünki qarın içərisində maye toplanır. Bu böyümüş yumurtalardan, foliküllərdən maye qarın boşluğuna, üçüncü boşluğa sızır. Nəticə etibarilə qarın boşluğunda maye, nəfəs darlığı, nəfəs ala bilməmə, tachikardiya, hipovolemiya, yəni qanın maye hissəsi azaldığı üçün hipovolemiya, təzyiqin düşməsi, xəstənin qarın ağrısı və qan laxtalanma, tromb atma kimi durumları riski artıra bilir. Bu xəstələri ayaqdan deyil, əgər belə bir şikayətlər, ciddi şikayətlər varsa, yatıraraq təqib etmək lazım və uyğun tədavi etmək lazım ki, daha ciddi ağırlaşmalara səbəb olmasın. Ambulatoriya, stasionar yanaşma tələb edən bir xəstəlikdir. Bəzən çox ciddi maye toplandığında qarın boşluğunda bunu aspirin taxıb o mayeni boşaltmaq lazım və bəzən qandakı albumin çox ciddi aşağı düşdüyündə ona uyğun albumin tədavisi gərəkə bilir. Xəstə hərəkətsiz qaldığı üçün və qanın plazma hissəsi azaldığı üçün qan laxtalanma riski ortaya çıxır və bu xəstələrdə düşük molekul ağırlıqlı heparin başlayırıq ki, laxtalanma kimi durum olmasın, tromb atma durumu olmasın. Bizim Türkiyədə xatırladığım qədər belə bir xəstə vardı. Bizim universitetə dəvr etmişdilərdi. Xəstənin bir stimulyasiya müalicəsi xəstənin bağırsaqlarının rezeksiyasına qədər getdi. Aydındır doktor. Yəni ümid eləyirik ki, yəni bu qədər bu vəziyyətə gəlmədən ümumiyyətlə bir çox hər müdaxilə xəstənin edilsin. qapıdan girdiyində şikayətləri önəmsənməli, xəstənin şikayətləri göz ardına alınmaması lazım və hər xəstə önəmli olaraq dəyərləndirilməsi lazım. Bəzən acillər gözdən qaça bilir və ya tam tərsinə xəstənin folikülər kistaları olduğunda over treatment dediyimiz gərəksiz müdaxilə ilə bəzən kistanı deyil, yumurtanı da çıxarırlar. Bunu ən çox rayonlarda qarşımıza çıxır. Yanlış dəyərləndirmələr nəticəsi olaraq bu şəkildə müdaxilələr edilir. Bəli. Bəzən də xəstə gəlir, bu
Bu kimi şikayətlər çünki bir abdominal patologiyalarda da, yəni qarın içi digər orqanlarla ilgili patologiyalarda qarşımıza çıxa bilər. Belə bir durumda biz öz dəyərləndirməmizi edirik. Bizə aid olmadığı durumda mütləq ümumi cərrahdır, nefroloq, uroloqun görməsində məsləhət görürük. Amma belə başa düşürük ki, belə xəstəyə yanaşma olaraq ilk öncə həmin bu təcili yardım, təcili müdaxilə tələb edən durumları çıxdaşa salmaq lazımdır ki, ən azından bundan belimiz bağlı olsun xəstəyə yanaşma zamanı. Bir multidisipliner yaklaşma olması lazım. Aydındır doktor, mən təşəkkür edirəm sizə. Təkrar xatırlatma etmək istəyirik ki, bizim bugünkü qonağımız Ege Hospitalın uzman mama ginekoloqu Gülmürə Əliyeva idi. Təkrar təşəkkür edirik. Doktor, ümid edirəm gələn verilişlərimizdə sizlərlə birlikdə çəkmə imkanımız olar. Əziz tamaşaçılar, Səhhətimiz verilişinə tək ARB TV ekranlarında yox, həm də sosial media hesablarında baxa bilərsiniz və izləyə bilərsiniz o hesabları. Şərhlər bölməsində isə suallarınızı qeyd edə bilərsiniz ki, biz də öz həkimlərimizlə o suallara cavab tapa bilək. Səhhətimiz sağlam gələcəyin təminatı, əziz tamaşaçılar. Gəlin gələcəyimizi birgə qoruyaq.